Salam əziz izləyicilər. Bu gün sizlərlə Lütfi Zarda adına məktəblərarası 2-ci məntiq olimpiadasının final mərhələsinə salınmış suallar və onların həlləri ilə məşğul olacağıq. 13-cü sual. Qiyməti 1 manat olan meyvə şirəsi satan bir mağazada 5 boş litrlik qutunu gətirənə 1 litr meyvə şirəsi hədiyyə verilir. Əlinin 33 manat pulu var. O, bu mağazada kampaniyadan istifadə edərək meyvə şirəsi almaq istəyir. Əli ən çox neçə litr meyvə şirəsi ala bilər? Əlinin 33 manat pulu var. 1 litr meyvə şirəsinin qiyməti 1 manatdır. Əli əvvəlcə 33 manata 33 dənə meyvə şirəsi alacaq. 33 dənə şirəni içib bitdikdən sonra 33 dənə boş qutusu qalacaq. 5 dənə boş qutu verəndə 1 dənə meyvə şirəsi verilir. 33 dənə şirəsi olanda Əli bu şirələrdən 30 qutunu mağazaya aparacaq. 3 dənəsi isə qıraqda qalacaq. 3 dənəni artıq yeni meyvə şirəsinə dəyişmək olmur. 30 qutunu Əli mağazaya apardıqdan sonra ona 6 dənə meyvə şirəsi verəcəklər. 30 böl 5, 6. Hər 5 qutuya 1 litr verilir. 30 qutuya 6 litr, 6 dənə şirə verəcəklər. Bu 6 şirəni içib qutarandan sonra bunlardan 6 dənə qab qalacaq, qutu qalacaq. Və əvvəlcədən 3 qutumuz da qalmışdı. Deməli, ikinci addımdan sonra cəmi 9 dənə qutumuz qalıb. Yenə 5-ini Əli aparacaq mağazaya. 4-ü burada qalacaq. 5 qutunu mağazaya aparacaq və 5 qutuya 1 şirə düşür. 1 şirə ona verəcəklər. Bu 1 şirə sonra 1 qaba çevriləcək. Əvvəlcədən 4 qabımız qalmışdı və cəmi 5 dənə qabımız olacaq. Həmin bu 5 qabı mağazaya aparacaq və bunun əvəzinə 1 ədəd şirə verəcəklər. Artıq 1 ədəd şirədən 1 ədəd qab qalır. 1 ədəd qaba heç nə düşmür. Gərək ən azı 5 dənə boş qutu olsun ki, ona meyvə şirəsi versinlər. Deməli, ən çox bu qədər şirə ala bilər Əli. Bunları toplayırıq. 33 üstəgəl 6, üstəgəl 1, üstəgəl 1 bərabərdir 41. Deməli, Əli maksimum 41 ədəd şirə ala bilər. Ən çoxu 41. Cavab B variantı. Digər sualların həllərinə videonun digər hissələrindən baxa bilərsiniz. Həmçinin kanalıma daxil olaraq orada bütün sualların bir yerdə olduğu playlisti görə bilərsiniz. Həmin playlist vasitəsilə də bütün videolara dənə-dənə baxa bilərsiniz, bütün sualların izahlarına.